Salam, hər vaxtınız xeyir olsun. Dəyərli müəllim və şagirdlər, riyaziyyat severlər. Gəlin törəmə mövzusu ilə bağlı belə bir suala baxaq. Bizə deyir ki, y bərabərdir 2 üstündə x kvadrat olarsa 2 nöqtəsindəki törəməsini tapın. İndi burada biz bilirik ki fx bərabərdir a üstündə hər hansısa bir mx funksiyasının törəməsini taparkən, yəni ki, f'(x) taparkən biz bunu belə yazırdıq. A üstündə mx vurulsun ln a, bir də vurulsun m'(x). Yəni ki, qüvvətində olan funksiyanın törəməsi. Buna əsasən yazası olsam mən, burada sürətdə bizə verib ki, deməli, daha doğrusu sualda bizə verir ki, y bərabərdir 2 üstündə x-in kvadratı. Buradan indi y' bərabər olacaq 2 üstündə x-in kvadratı, 2 üstündə x-in kvadratı vurulsun ln 2, bir də vuraq x kvadratının törəməsi, yəni ki, qüvvətin törəməsi. Buradan isə y' alıram ki, 2 üstündə x kvadratı vurulsun ln 2, x kvadratının da törəməsi bizə verir 2x. Belə. İndi bizdən nə istəyir? Y' 2-ni istəyir. Y' 2 də ki, bərabər olur. 2 üstündə 2'nin kvadratı 4 vurulsun ln 2 vuraq. 2 2'nin deyilir 4. 2 üstü 4 bizə verir 16. 4'ə də vuranda eləyir 64 ln 2. Deməli, sualın düzgün cavabı olur 64 ln 2. Yəni ki, C bəndi. Belə.